Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərim. Kanalıma xoş gəlmisiniz. Bu günləri mən göy pomidor turşusunun qışa necə hazırlanır sizinlə bölüşəcəm. Əgər sizin üçün də maraqlısa, kanalıma keçid edib videomu sona qədər izləyib, bəyənib abunə olmağı unutmayın. Göy pomidorları tərtəmiz yuyub 3-4 dəfə suyunu dəyişdim. Öncədən balonları yuyub tərtəmiz qaynar suda sərinə etdim. Balonların içərisinə 2 diş sarımsaq, dəfinə yarpağı, gilanar yarpağı, yumru istiot, göyərti olaraq şax şütdən istifadə etdim. Biber acı olduğuna görə yarım acı biber istifadə etdim və xirən əlavə etdim pomidorlar xırçıltıl olması üçün. Pomidorları çəngəl vasitəsilə bu cür 2-3 yerindən çərtib balonlara yerləşdirdim. Şirin biberdən də istifadə etdim zövqə görə. Üzərinə 2 dolu xörək qaşığı turşu tuzu, 1 çay qaşığı da şəkər tozu əlavə etdim. Bir xörək qaşığı dolu olmayan уксус əlavə edib balonların üzərinə qaynar su tökdüm. Qaynar su töküb qazanda 15 dəqiqə qaynadıb yenidən götürdüm. Balonların ağzını bağladıktan sonra 3 gün qaranlıq sərin bir yerdə saxladım. Artıq turşumuz hazır oldu. Göz haqqınızı halal edin. Allah'a əmanət olun.